Xərclənən pul heç vaxt etmir. Allah qatında siz özü dəyərləndirəcək. Ne kadar çalışsak da onların borcunu batıra bilmərik işte. Ne kadar yaşasak da. Biz bilməsək də şəhid onu görürdü. Və qiyamət günündə ona şəfayətçi olur o insana. Buyurun Dəmir müəllim. Azərbaycan xalqının çox əsrlik qəhrəmanlıq tarixinin 21-ci əsr tarixini özlərinin qəhrəmanlığı, igidliyi, cəsurluğu, döyüşkənliyi, vətənpərvərliyi və müasir Azərbaycanımızın ərazi bütövlüyünün sürət təmin edilməsi üçün Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının tərəqqipərvər bəşəriyyətin qürurunu özünə qaytarmaq, Azərbaycanı layiq olduğu yerdə ucaltmaq, yerə ucaltmaq və xalqımızın 200 illik tarixi əhatə edən erməni işğalına son qoyulması və bu işğalın davamı olaraq 30 illik bir dövrü əhatə edən Qarabağ bunu gedən döyüşlərdə erməni işğalına son qoyulması üçün özünü qurban vermiş, ən yüksək zirvəni fəth etmiş, əbədi yaşarlıq zirvəsinə ucalmış şəhidlərimizdən biri olaraq Elməddin Süleymanoğlu Nəsibovun müasir tariximizdə hər bir Azərbaycan şəhidi kimi çox xüsusi rolu və yeri vardır. Elməddin çox gənc yaşlarından, uşaqlıq dövründən başlayaraq erməni işğalı barəsində oxuduğu, məktəbdə oxuduğu illərdə, həyatda həmişə çox böyük məlumatlar əldə edirdi və Azərbaycanın qəhrəmanları barəsində, qəhrəmanlıq tarixi barəsində çox böyük əsərlərlə tanış olduğuna görə onda qəhrəmanlıq ruhu, vətənpərvərlik ruhu, vətənə məhəbbət ruhu çox yüksək səviyyədə formalaşmış və inkişaf etmişdir. Sanki Elməddin dünyaya şəhid olaraq gəldi və şəhid olaraq getdi. Sanki Elməddin dünyaya Azərbaycanımızın milli sərvəti, milli qəhrəmanı olaraq gəldi və milli qəhrəmanı olaraq da getdi. Yəni ki, Elməddinin xidmətləri vətənimiz qarşısında çox yüksək səviyyədədir. Elməddin çox gənc dövrlərindən hərbi sahəni, hərbi peşəni özünə ən yüksək peşə olaraq seçmişdir ki, ona görə ki, həmin dövrlərdə, onun gənclik, uşaqlıq dövrlərində Azərbaycan ən çətin dövrdə yaşayırdı. Azərbaycan torpaqları işğal altına düşmüşdü və ermənilər bütövlükdə Azərbaycan Respublikasının ərazisini işğal edərək birinci Pyotr dövründən uydurulmuş, formalaşdırılmış və meydana atılmış böyük Ermənistan yaradılması istiqamətində həyata keçirdikləri ideoloji, siyasi məsələlərdən çox böyük məlumatı olduğuna görə və eyni zamanda müasir Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin hərbi peşə sahəsindəki fəlsəfi fikirlərindən yüksək səviyyədə ruhlanaraq hərbi peşəni yüksək peşə olaraq qəbul edərək bu sahədə xidmətə üstünlük verərək Azərbaycan ordusu sıralarında xidmət edərək müasir Azərbaycanımızın 21-ci əsr qəhrəmanlıq tarixinin, zəfər tarixinin yazılması istiqamətində çox böyük uğurlara imza atmışdır. Yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürətinin təmin edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinə dəstək verərək, onun komandanlığı ilə döyüşməkdən qürur keçirərək və Azərbaycan xalqının çox əsrlik qəhrəmanlıq tarixinə yeni bir səhifənin başlanğıcını qoymaq, yeni bir dövrü qurmaq, yaratmaq, təqdim etmək üçün və Azərbaycan Respublikasını dünyada ən yüksək zirvədə dayanan respublika olaraq tanınması istiqamətində çox böyük işlər görülmüş və müharibə dövründə
müharibədə erməni işğala qarşı olan döyüşdə hər bir istiqamətdə düşmənin məhv edilməsi istiqamətində döyüş tapşırıqlarını şərəflə, vicdanla yerinə yetirmişlər. Və Azərbaycanın prezidenti cənab İlham Əliyev hər bir şəhidimizin keçdiyi tarixi yola yüksək qiymət verərək onları qəhrəman ruhda, vətənpərvər ruhda, milli ruhda yüksək səviyyədə böyüdən atalara, analara yüksək qiymət verərək qeyd etmişdir ki, biz əldə etdiyimiz bu böyük nailiyyətlərə görə, bu qələbəyə görə, bu böyük qələbəyə görə şəhidlərimizə borçluyuq. Onları qəhrəman ruhda, vətənpərvər ruhda böyüdən atalara, analara borçluyuq. Hər bir vətəndaş, hər bir dövlət məmuru şəhidlərimizin keçdiyi tarixi yola yüksək qiymət verməlidir. Həmişə şəhid ailələrin yanında olmalıdırlar. Şəhid abidələri ziyarət edilməlidir. Şəhid abidələri Azərbaycanımızın ən qüdrətli, ən əzəmətli abidələrisidir. Abidələrindən biridir və şəhid məzarları Azərbaycanımızın ən müqəddəs torpağıdır, ən müqəddəs yeridir. Ona görə də bu müqəddəs yer həmişə ziyarətgaha çevrilməlidir, ziyarət edilməlidir. Və qeyd eləmək lazımdır ki, şəhidlərimizin hər birinin müasir tariximizdə xüsusi yeri vardır. Yəni, dünya ölkələrinin hər birimiz bilməliyik və bilməyə də borçluyuq ki, bizim gənc, qəhrəman yiğit oğullarımız dünya ölkələrinin, beynəlxalq təşkilatlarının son 30 illik bir dövrdə erməni işğalına son qoyulması istiqamətində heç bir əməl addımlar atmadıkları bir dövrdə və atmaq da istəmədikləri və eyni zamanda dünya ölkələrinin, dünyanın ermənipərəst dövlətlərinin, beynəlxalq erməni lobbilərinin, Rusiya Federasiyasının hərbi siyasi dəstəyinin mövcud olduğu bir şəraitdə bu cür oğullarımız erməni işğalına 44 gün ərzində Azərbaycan prezidentinin komandanlığı ilə son qoymuşlar. Bu çox böyük, əvəzsiz, əvəz olunmaz bir qəhrəmanlıqdır, tarixi bir gedişdir. Yəni ki, şəhidlərimizin 21-ci əsr tariximizdə xüsusi yerləri vardır. Məsələn, Azərbaycan tarixində çox müharibələr olmuşdur. Məsələn, 2-ci Dünya müharibəsində həlak olanlara şəhid adı verilmirdi. Məsələn, 1990-cı il 20 yanvar faciəsində həlak olanlar sonradan başladılar şəhid adlandırılmağa. Şəhidlərimiz müasir dövrümüzdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyi təmin edilməsi, işğal altında olan torpaqların işğaldan azad edilməsi, Azərbaycanın müstəqilliyinin qorunması uğruna gedən döyüşlərdə həlak olmuş şəxslər şəhid adlandırılır. Şəhidlərimiz əbədi yaşardılar, onlar daim ziyarət edilməlidir. Mən bir sıra ziyarətgahlara fikir verirəm, nəzər salıram, görüb kütləvi axınlar olur. Onlara turnirlər təşkil olunur, maşınlar təşkil olunur, gedir ziyarətgaha gedir. Məsələn, ta ki deyirlər, Qərib Seyid ziyarətgahı, məsələn, Qaya ziyarətgahı. Görürsən, gedirlər maşınlarla, ancaq şəhid abidələrinin ziyarət olunması istiqamətində də çox güclü işlər aparılmalıdır. Onlar vaxtaşırı ziyarət edilməlidir. Hər bir vətəndaş tərəfindən. Nəinki yalnız şəhid ailələr tərəfindən. Yəni, burada da qeyd olunduğu kimi, hörmətli Elmar müəllim Musayev şəhid qardaşı olaraq, Azərbaycan vətəndaşı olaraq, Azərbaycan prezidentinin siyasətinə öz əməli işi ilə fəaliyyətdə dəstək verən bir şəxsiyyət olaraq şəhid ailələrinin birliyini günü-gündən daha da möhkəmləndirir. Yəni, şəhidlərimizin keçdiyi tarixi yola yüksək qiymət verərək, onların daim təbliğ olunması istiqamətində əməli addımların atılması məqsədi ilə bu birlik üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gəlir və bu birliyin fəaliyyətinin geniş və əhatəli şəkildə Respublika səviyyəsində, eyni zamanda dünya səviyyəsində təbliğ olunmasında, təqdim olunmasında hörmətli Gülnaz xanımın xüsusi xidmətlərini qeyd eləmək istəyərdim. Yəni, Gülnaz xanım həqiqətən Azərbaycanımızın 21-ci əsr tarixinə əsl qəhrəman Azərbaycan qızı olaraq daxil olmuşdur. Yəni, Azərbaycanın
keçdiyi tarixi yola, qəhrəmanlıq yoluna yüksək qiymət verən şəxslərin hər biri qəhrəmandır. Yəni qəhrəmanlarımızın keçdiyi yolu işıqlandırmaq, təbliğ eləmək, gənc nəslə çatdırmaq, günəş ictimaiyyətə çatdırmaq onun özü də böyük bir mənəvi qəhrəmanlıqdır, mənəvi şəhidlik zirvəsidir. Yəni bu zirvəni hər bir şəxs fəth eləməlidir. Yəni ki, Azərbaycanımızın müasir dövrdə yüksək səviyyədə dünya miqyasında qəbul edilməsi, Azərbaycan prezidentinin, Azərbaycan xalqının dünyada qalib xalq olaraq tanınmasında, qəbul edilməsində hər bir şəhidimizin xüsusi xidmətləri vardır. O cümlədən bugün mövludunu, doğum günü qeyd elədiyimiz şəhid Elməddin Süleymanoğlu Nəsibovun Azərbaycan ordusunun zabitinin xüsusi xidmətləri vardır. Ona görə də Elməddin Süleymanoğlu Nəsibov kimi qəhrəman igid oğullar öldüyünə görə onu vətənpərvər usta böyüdərək vətənimizin müdafiəsinə istiqamətləndirdiyinə görə Süleyman Ataya dərin təşəkkürümüzü, minnətdarımızı bildiririk anasına. Çox dərin təşəkkürümüzü, minnətdarımızı bildiririk. Allah ailə üzvlərinə, yaxınlarına səbir, təmkin versin. Biz hər bir şəhidimizlə qürurçu keçiririk. Yəni dünyada baş verən hadisələrə nəzər salsaq, eyni zamanda Respublikamızda nə qədər hadisələr baş verir. Ancaq müasir dövrdə şəhid Elməddin Süleymanoğlu Nəsibov kimi minlərlə şəhidlərimizin qəhrəmanlığının məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası son 6 ildə çox böyük uğurlara imza atmışdır. Və ən sabit, ən təhlükəsiz dünyada çox böyük sürətlə inkişaf etmiş ölkəyə çevrilmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah onları qəhrəman usta böyüdən atalara, analara səbir, təmkin versin. Allah xalqımızı, ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin ali başkomandanı Azərbaycanın son 20 ildən çox böyük bir tarixini qurub yaratmış xalqımızın xilaskarı, qurtuluş dahisi, xalqımızın milli qəhrəmanı Azərbaycan Respublikasını dünyada layiq olduğu yerdə yüksək səviyyədə təqdim edən və eyni zamanda hər bir şəhidimizin keçdiyi tarixi yola yüksək qiymət verən və onları qəhrəmanlığı ilə fəxr edən, qürur keçirən Cənab İlham Əliyev qorusun. Amin inşallah. المؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى روح المرحوم الأنبيين وجعل الجنة مصواهم بالوقت سليمان كم شهدت الله الشاد فاتي مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم